Asko Arenadan hər birinizi salamlayıram, hörmətli Neftçi TV izləyiciləri. Əvəzedicilər Liqasının 12-ci turunda Sabah və Neftçinin əvəzedici komandaları qarşılaşacaqlar. Əvvəlcə heyətlərlə tanış olaq. Meydan sahiblərində qapını Rüstəm Samuqullin qoruyur. 25 Hüseyin Məmmədzadə, 71 Əli Əlizadə, 77 Nihat Cabbarov, 37 Amir Qəribov, 74 komandanın kapitanı Həmzə Alı Mikailov, 78 Cavid Məmmədli. İndi isə Neftçinin heyəti qapını Rıza Cəfərov qoruyacaq. 67 komandanın kapitanı Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı, 54 Nihad Əliyev. Fit səslənir, maç başlayır. Uğurlar Neftçi. Zərbə və sarı vərəqə göstərilir. Nihad Əliyevə və Sabah futbolçularının jestlərindən belə başa düşmək olur ki, istəklərinə çatdılar. Penalti qazandılar. Gözünə gün düşür. Fit səsləndi, Amir topa yaxınlaşır. Qəribovun zərbəsi. Digər cənə. Qapımız qarşısında yaşanan adi bir etmədi. Bunu gözlədi, top dayansın. Sonradan top oyuna daxil etdi. Aslan yan xəttdən top oyuna daxil etdi və birinci hissə başa çatır. Hörmətli izləyicilər, Əvəzedicilər Liqasının 12-ci turu çərçivəsində keçirilən Sabah 2, Neftçi 2 oyununda ikinci hissə başladı. Komandamıza bir daha uğurlar arzulayırıq. İlk cinahı dəyişdi. Sağda Nihat Cabbarov topladı. Cərmə meydançasına daxil olur. Nihat zərbə vurur və top qapıdan keçir. Nihat Cabbarov burada. Önü bağlıydı, Rızanın önü bağlıydı. Cərmə meydançasına daxil olur. Nihat var qarşısında. Şahin İbrahimovun zərbəsi və 3-0. Önünü kəsməyə çalışdı. Qarşısını kəsmişdi, amma Şahin ondan yayındı. Uzaq ikinciyə zərbə vurur və 3-0 olur hesab. Şahin ötürmə. Camal topu buraxdı. Sağ cinahda Nihat Cabbarov. Nihat yenə mərkəzə meylənir. Cərmə meydançasına daxil olur və dubl edir. Ötürmə qapı qarşısına, Camal daha bir zərbə və növbəti gol. Növbəti gol. Fariz və maçın final fiti səslənir. 90 dəqiqə tamamlanan kimi hakim oyunu başa çatdırır.